İraqdakı ziyarətlərimiz davam eləyir və gəldik növbəti ziyarətimiz Səhlə məscidi. Bir adı da Süheyldir. Səhlə məscidi. Çox qədim bir tarixi var bu məscidin. Bir halda ki bu məsciddə elə bir peyğəmbər olmayıb ki, burada namaz qılmasın. Və burada bu gördüyünüz ərazi ki, Səhlə məscidi ərazisi sayılır. Bura bir çox peyğəmbərlərin iqamətgahı olub, yəni yaşadığı evi olub. Məsələn, Həzrəti İbrahim peyğəmbər, Həzrəti İdris peyğəmbər, Həzrəti Xızır əleyhissalam, bir çox peyğəmbərlər, yəni adını bildiyimiz peyğəmbərlər bu yerlərdə yaşayıblar. Və bu gördüyünüz ərazidə, Səhlə məscidində yaşayıblar. Bu məsciddə, yəni bu məscidin çox böyük fəziləti vardır və İmam Sadiq əleyhissalam buyurur: kim Səhlə məscidində 2 rükət namaz qılsa, Allah onun ömrünə 2 il əlavə edər. 2 il ömrünü artırar. Əgər buna məsciddə 2 rükət namaz qılsa, 2 il ömrünü artırar. Və daha sonra isə Həzrət İmam Sadiq əleyhissalamın yanına onun sahabəsi Əbu Bəsir gəlmişdi. Əbu Bəsir sual edir ki, ağacan, denən görək Səhlə məscidi haqqında fəzilətlərindən bizə danış, biz bilək, bizim məlumatımız. Ağa buyurdu ki, Səhlə məscidi çox müqəddəs məscidlərdən biridir və mən sanki Həzrəti Qaimin ailəsi ilə birgə burada yaşadığını görürəm. Yəni axirət zaman imamın ailəsi ilə birgə axirət zamanda ailəsi ilə birgə burada yaşadığını görürəm. Və ağanın iqamətgahı olacaq. Həzrət İmam Zaman ağanın buradan dünyaya çıxışı olacaq. Yəni Səhlə məscidindən dünyaya çıxışı olacaq. Həm Səhlə məscidi qeyd olunur, həm də Kufə məscidi qeyd olunur.